Yəni Liverpool Bakıya gəlsə də bəlkə Liverpool udmazdı. Bu Qurban Qurbanov elədiyi işin bir əmsalı yoxdur. Getmiş Zelenski remarket oxşur elə. Jose Mourinho demişkən that's football heritage. Bir dənə komanda axır ki çıxdı ki, hansı Qarabağa bir rəqibidir. Sabahın nə qədər tarixi var ki, bir deyən qoy düzəldə yavaş-yavaş gələcək. Abi Yezid kimi oynamayındı ki, onsuz da bu komanda görürsüz ki, gücü çatmır. Jules Koundé Araujo ilə Barcelona çempion olsa, Kino podkast deyil, futbolun başını buraxaq. Bizdə mən belə görürəm kino Həsə futbol sağlığı sizi kinoya getsin. Bayaqlar bu video restoranla bağlı video paylaşıb Dadaş yazıb ki, sən düz elsən futbolun başını burax. Salamatı budur deyir. dosta başın çıxmır deyir. Düz dedilər adamları qınıya da bilmirəm. Nə edirsiniz dostlar? Yaxşıyıq, sağ ol. Belə Mən ona görə bu formada gəlmişəm ki, məğlubiyyətə baxmayaraq. Bəli. Bu elə bir məğlubiyyət ki, göz ağrıda eləyə bilərik bu Hətta heç nə məğlubiyyəti. vecimizə də olmadı. Bəli. Amma köhnə şeydir səndə. Bu bəli imzalı 2 dənə ulduz olmalıdır. Bu 2021-22 olmalıdır. Ya da 22-23 sezon. Ulduz konflikti oldu səfərimiz oyunla bağlı. Liverpool nəsə Konflikti yox. Orada nəsə bizim mətbuat şey yazıb şişirtdi ki, biraz. Liverpool Qarabağ hörmətsiz eləyib. Bir ulduz göstərib orada, amma 2 ulduz olmalıdır. Sizə bir söz deyim ki, Liverpool ümumiyyətlə hörmətsizlik eləyib. Qarabağa hər tərəfli. Nə? O. Çox Liverpool cındır bir dənə komandadır. bizə qalmışdı da belə. Yox, bu. Slot. Mən ürək sözlərini demək istəyirəm slotda. Yekək kişisən alasan. Ayıbdır. Ha gələn tur gələn də uduzaqsan da İngiltərə çempionatı. Aa 6-cı qol vururlar. Gələ gülürlər, hələ təbrik edirlər bir-birinə. Kürsü təpəzə. Kimin oynadılar? Ha? Newcastle-la. Newcastle Newcastle bir dənə Lalan gələcək, Bournemouth kimi. Sonra Alacaqsınız payınızı. Sən özünü göstər digər komandalara. Bournemouth'u da mı sən? Oradan kim olmusan ha sən? Son 5 ayda 4 ayda neçə dəfə qələbəti var. Bournemouth da bir dənə Semenyos vardı, onu da satıb Bax gəldi. digər 2026-da qələbəsi yoxdur Premier Liqada. 4 bərabərlik bir məğlubiyyət. Digər İngilis komandalardan bir şey götür də, bir nümunə götür. Yəni orada Arsenal məsələn Kayratdan 2 dənə gol buraxdı. Kayrat uzun yol gəldi. O boyda yol gəldi. Nəsə bir şey təkan verdi onlara. Futbol indi biraz dirçəliş olacaq. Ümumi belə vəziyyətə baxanda bilmirəm, siz daha yaxşı bilirsiniz. Məsəl üçün Liverpool 2-0 udsaydı, yenə aşağı heç nə dəyişmir də. Abi Yezid kimi oynamayındı ki, onsuz da bu komanda görürsüz ki, gücü çatmır. Sevinirdilər hələ. 6-0-da 7-ci gola girdi. Sevinirdi eşək kimi. Akieza mən başa düşdüm sevməni. Eketikeyin başa düşmürəm ki, sən hansı günü fəda alasan, onsuz da Aytraxtda oynayırdı. Aytraxtdan çıxdım mən. Sizdən o şey. Qısaçımı aldım. Deməli, bu oyundan əvvəl belə bir post görmüşdüm Türk futbol segmentində. Deməli, Qarabağ Benfica-nı utdu, Fenerbahçenin intiqamını aldı. Eintracht utdu, Galatasarayın intiqamını aldı. Bu Beşiktaşla Liverpoolun 8-0 var. Bu da utsun intiqam aldı. Az qalmışdı Beşiktaşın gününə düşək, yəni bir şey qalmamışdı. Sən yəni də Liverpool da Murat, yəni vura bilər də sənə 5 dənə. Əlbəttə. Yəni bu açıq bariz. Barcelona 5 dənə Reala vura bilirsə, Liverpool da yəni buradan 5-6 dənə vurmaq elə böyük sıxıntılı bir şeydir. Rank fərqi var. Adi meydanın özündə mən dünən qrupda da yazmışdım ki, Liverpoolun futbolçuları bizimkilərin çox böyük görünürdü. Hətta misal üçün Chiesa ilə Atram bizdə kimin Camilla Duran ikisi də misal üçün 1.80 boyundadır. Amma meydanda elə bir ağırlıq var idi ki, o şeydir. Gulliver'in səyahətinə çıxmışdı bizimkilər. Hamısı gigantlardı. Bir dənə boyun 1.48 uzaqdan baxanda 1.90 görsən. Hə, bildiyin elə bir gigant fərqi var idi. Mathieu Valbuena şəkli var idi. Ya Insigne şey verirlər, maskot vermişlər, nədir adı? Bu özündən hündür. Lorenzo Insigne su İtalyan milli Napoli'nin oyunda. Bir dənə uşaqdı, amma hündürdü də. Yekə uşaqdı. Bir dəfə də Insigne ilə kimisə orada nə idi? Callejon idi da kimisə 11 dənə uşaq olmalıdır. Axırda birinə çatmayıb. İkisinə bir dənə kök uşaq vermişlər. Çəkinlə. Deməli, yenə onsuz da təcrübə fərqi var iki komanda arasında. Liverpool Yezidli eləməyə də eləməli idi məncə. Bir 2-0-dan şey elədi. Onsuz da bir nəticə dəyişməyib. Amma əsas məsələ var. Mənə elə gəlir ki, burada sadəcə o bizim futbolçuların sən ilk dəfə Enfield'a gedirsən, o Enfield'ın atmosferi falan sən bir təkərə düşə bilərsən, bir mandraja düşə bilərsən, bunlar normal haldır. Amma ümumi cəsarətli futbol oynadı məncə Qarabağ. Yəni öz oyununu oynamağa çalışdı. İnteressiz bir şey var idi əlbəttə ki. Amma yəni sən Enfield'a gəlirsən və qorxursansa, yəni o aydın məsələdir ki, sən özünü həll eləyirsən də, yəni rəqibə çox böyük bir şans versən. Yəni yenə də deyirəm, birinci gol olmasa biraz непонятный gol oldu da. Biraz milimetraj da keçdi ora. O olmasaydı, bəlkə də olmasaydı, hə. Amma 6-0 yox. Çünki komanda birinci qolu buraxandan sonra Şodorca
Özü Getdi də. tez oldu da. Hər şey Bəli, tez bəli. oldu. Ki o qola qədər səhv etmirəmsə oyunda ilk təhlükəli moment də bizdən gəlmişdi. Düzdür, Camilo Doan çox belə soft, yüngül vurdu topa, amma yəni bir hücum momenti yaratmışdı. Amma Camilo Duran mən sənə bir dənə söz deyim. Bu qış transferində Evertona bir 20 itələmək olar mən fikirləşir. Orada bir sən kimə itələmək olar? Kayseri Spora. Bax Kayseri istəyir. yəni sual Kayseri vereyim. Yəni indi cəsarətli oynadılar, söz yox. Qarabağın və Qurbanovun bir tənqid kimi yoxdur, sadəcə bir fikir kimi deyirəm. Bu tip oyunlarda biraz mənə elə gəlir ki, başa düşürəm Qurbanov bütün rəqiblərə qarşı öz oyununu oynamaq istəyir, amma misal üçün götürək Manchester United. Manchester United Anfield səfərinə gedəndə açıq oyun oynamır da, biraz müdafiəsini kompakt tutur ki, əks hücumlarda bəlkə nəsə nəticə əldə edilir. Onsuz bu futbolu belə oynasaydı Liverpool qalib gələrdi. Amma yəni bir oyunda 6 gol buraxmaya bilərdi misal üçün Qarabağ bu oyunu oynayıb. Ya da misal üçün növbəti tur bizə indi püşkətmə sabah olacaq. Yəni biz çəkiliş getdiyi gün olur. Ya PSG çıxacaq bizə, ya Newcastle, amma onlara qarşı da biraz cəsarətli oyun yox da, biraz oyun üslubu dəyişə bilərsən. Daha kompakt müdafiə olub əks hücumlara sığına bilərsən. Pis rəqiblər düşüb. İkisi rəqiblər düşüb. Bax orada Qalatasaray götürək. Qalatasaray bizdən 1-2-3 pillə qabaqdadır. Onun rəqibləri bilsən kim ola bilər? Atletico Juventus. Daha pisdir də ondan. Əlbəttə. Mən bu yəni baxdım rəqiblərə ümumiyyətlə. Orada bizdə bilsən kim rəqib ola bilər? Normal bir kimlənsə oynaya bilər bilsən. O Atalantadır. Hansıyla ki biz nəsə eləyə bilir. Çünki İtalyanlardan eləmək olar da. İtalyan çox qol vuran deyil, yəni deyirlər, yəni. Getdi o boyda Napolidə, yəni orada çox buraxdı. Conte. Yəni Conte qaqa. Amma demək istəyirəm ki, məsələn biz Real Madrid nazarla düşsəydik, indiki Real Madriddə bəlkə Qarabağa yəni Bakıda nəsə eləmək olardı ən azından. Doğrudan deyirəm sənə. Mümkün deyil. Real Madrid çünki Kayrat. sən belədir də indi. Bəlkə Real Madrid bizi Atfetlə oyunda bir 7-0 udardı. Amma Bakıdakı oyunda şans olardı. Ya demirəm Qarabağ Realdan üstündür. Sadəcə indiki vəziyyətdə, bu indiki yəni zamanda indiki balans var da. Qardaş, indiki Liverpool da it günündə. İndiki Liverpool öz meydanında oynayırdı. Yəni Liverpool Bakıya gəlsə də bəlkə Liverpool udmazdı. Yenə də biz Bakıda Chelsea-nə oynamışıq. Bəlkə Londonda oynasaq bəlkə biz də 7-0 yəni uduzardıq onlara. Yəni kimsə Amma bir məsələ var da. Biz burada Bakıda Chelsea oynayanda Maresca birinci heyətdə demək olar əsas heyət futbolçuların 90% yox idi, amma Arne Slot demək olar əsas heyətdə oynayırdı. Bəlkə Arne Slot Bakıdakı oyunda da belə eləməzdi. Evdə oyunundan da əlavə mən keçən veriliş Xal lazım. Keçən Xal lazım idi. Yəni Liverpool xal məsələsi deyil ona. Onlar gözləyirdilər ki, Bavariya uduzsun. Bavariya özü təmin eləmişdi onsuz. Top fərqinə görə. Top fərqinə. Bax, burada xal məsələsi deyil. Burada məsələ nədir? Premyer Liqadan 5 oyunda qələbə qazana bilmir. Arne Slot məncə qorxdu, riskə getmək istəmədi. Mən ikinci heyəti buraxaram. Chelsea'nin başına gələn hadisə mənim başıma gələr. Burada bərabərlik olar, bir sensasional məğlubiyyət yaşayaram. Arne Slotun özünü qova bilər. İkinci time gol yalar mən. O mənada düzdür. Amma bir dənə moment var ki, məsələn Bavariyanı götürür. Bavariya PSV ilə oynayırdı. Bavariya onsuz da ikinci yerdə idi, onsuz da yəni. Yəni mən start heyətə baxdım, nə Kane var idi, nə bilim əsas oyunçular yox idi. Bavariya 1-0 önə keçdi, 1-1 oldu. Bavariya nə etdi? 61-ci dəqiqədə Kane'i buraxdı, onu buraxdı, hamını buraxdı da. Bavariya məqsədi o idi ki, biz udaqdı, mən istəyirəm udum. Yəni Bavariyanın çünki kişi kimi oynayır da, yəni dakançı oynayır. Nə şeydir, bir sənəcə səhlənkar yanaşmadır. Yəni faktiki olaraq bitdi də. Yəni heç nə lazım deyil. Burada yəni PSV-yə nə məna deyim? PSV oyunu vermədi də. PSV də birbaşa Qarabağın rəqibi idi. Heç olsaydı axırıncı dəqiqədə nəsə 2-1-də Qarabağ ucu arxada qalacaq. Çünki PSV keçə bilər də deyəsən. Yəni 9 xalla deyəsən bitirdi də. Keçsə də 11 idi. 11 idi. Ha. Yəni demək istəyirəm Bavariya normalni özünü yaxşı tərəfdən göstərdi. Amma bir də mən bitir deyəcəm. Bir dənə Bir də məsələyə diqqət et. Keçən il 11 xalla qrupda qalan olmuşdu. Aha. Yəni Dinamo Zagreb 11 olmuşdu. Qazandı. Amma orada 11 ilə qrupda qalanlar var idi, 2 nəfər. 24-dən qıraqda qalan var idi. İndi amma 9 ilə hərəkət eləyənlər var idi. Yəni amma 8-də 8 eləyən yox idi keçən. Hə, 8-8 eləyən yox idi. Amma bu il var. Məndə burada siyahı olmalıdır. Onda orada birinci şeydə dövrə Liverpool 5-də 5. Keçən il Dinamo Zagreb 7 dənə qələbə var idi onlarda. Keçən il Dinamo Zagreb 11 xalla 25-ci yer. Hə, Milanı utdular, bu top fərqinə keçəmədilər. Keçə bilmədilər. Amma burada Milan dolan şotdan getdi Feyenoord'a. Misal üçün Benfica neçə xalla qaldı 24-də bu indi bu tur? 10. Hə 10 xalla, amma Benfica 10 xalla ondan yoxsa 9-da. 9-la qaldı. 9-9 top fərqinə görə. Marsellə getdi, amma Benfica o kanka Hollywood filmi idi. Marsel məni belə çox təəccübləndirir. Marsel Fransada çox fərq idi də, yəni fərq yaradır. Amma yəni burada məsəl üçün Liverpool izləmirəm təbii ki, amma azı bir şey rəqabət içərisində mən bilən Dezerbi oynadı. Bir dənə şeyə bax.
Yox Yenə da də indi orada üçüncü yerdədir və kifayət qədər Şey- fərq var onlarda. orada indi Fərq yaradır bəli. PSG. PSG ilə. Yox indi Parislə Lille 4 Luis amma. Enrique'nin qəşəng bir sözü var idi. Deyir ki, mən özü bezmişəm fransızlarla oynamaq. Orada Qarabağ və Monaco var. İstəyirəm Lille bir fransız olmasın komandası. Nə qədər olar fransız oynamağı. Mən istəyirəm yeni ölkəyə gedək, yeni bir çətin oyunları sevirik. O rəqibi kimdir potensial? İki Qarabağla kim? Monaco. Hə, O deyir ki, mən fransızları istəmirəm. Bir növ məncə UEFA-ya bir dənə siqnal verir ki, mən bir dənə Monacodan uzaq Bu iki salım. rəqibdən hansı gəlsin istəyirsiniz? Mən PSG istəyirəm. Nəyə görə? Birincisi PSG yəni qəşəng oyun görəcək ən azından. Yəni futbol Son çempionu görəcəyik. Son çempionu görəcək. Yəni qəşəng oyunçular gələcək. Qəşəng bir oyun olacaq. O Açıq var, futbol hə. olacaq. PSG yəni qəşəng oynayır da. Sən özün ləzzət alırsan məsələn. Prosta indiki PSG biraz dünən Newcastle oyuna baxdım. Yəni ikisi oynayıblar Kakras ki, Newcastle dağıdır da axırda. Yəni çox yaxın idilər ki, olsunlar. Keçən PSG 4 dənə var. Ha, yəni demək Newcastle yəni hələ belə komanda deyil. Məsələn, həm də biz səfərə getsək oyun aydın məsələ ki, çətin olacaq, amma İngilis səfərinə getmək, orada stadion var, azarkeşdə zət daha vahiməyə çox sallar. Özü Newcastle şimal şəhəridir. Orada azarkeş daha qəddar olur. Normal da soyuq. Hə, normal da soyuq, azarkeş meydana yaxın. Biraz Renito'dur da məncə. Ona görə PSG hər tərəfli məncə daha yaxşı. İnşallah ki Parisi görsün. Bir də mənə elə gəlir ki, biz bu mövsüm Chelsea ilə oynadıq, Liverpool-la oynadıq da iki İngilis klubu. Bu iki İngilis klubundan fərqli olaraq Newcastle daha sabit komandadır. Eddie Howe neçə ildir klubun başındadır, aşağı-yuxarı nə futbol oynayır, bilinir. Məsəl üçün bura gələn Chelsea Maresca sallantıdaydı. Arne Slot özü də sallantıdaydı. Demirəm, yəni onlara qarşı bir oynadıq biz ən azından Liverpoola qarşı. Amma Newcastle-la o barədə oynamaq çətindir. No Enrique də çempion komandadır. Sən niyə bəs istəyirsən ki, Newcastle düşsün? Qoy sənin fikrini deşilək. Sonra mən də deyim. Oyun baxımından düzdür də, yəni bura yaxşı oynasa, amma yəni mən istəyərdim də Qarabağ bu Newcastle səfərinə yum. Çünki orada sən belə çəkişməli oyun falan o həmişə mən məsələn İngilis komandaların oyunlarını belə bəyənirəm də. İngilis futbolu nə qədər ki özüm İtalyan zəkirəm, İngilis futbolunu bəyənirəm. Yəni elə görmək istəyərdim. Plus indi Parisin üstündə Parisin bura gəlməyi bizim oyunçuların da azarkeşlərin üstündə bir baskısı var ki, axırıncı çempion gəlir. Yəni finalda Interi sürüyən gəlir, başa düşürsən. İndi biraz o baskısı da var, amma Newcastle baxırsan ki, Newcastle-dır da. Bəs Liverpool-a nəzərən Newcastle-dan düşsək ən azından mən şəxsi qənaətim heç biri ilə də turu keçə bilməyəcək biz. Aydın məsələ. Amma yenə də bax Liverpoolun məşqçisinin qovulanma şeyi var idi. Newcastle-da heç bir təhlükə zad yoxdur. Newcastle burada uduzsa da heç keçini deyən deyil ki, abi uduzsa gəlib çempion olan deyirlər. Əsas məqsəd yenə də liqada yuxarı yeri götürüb, yəni də onlar financial fair play görə bu il yaxşı transfer elə bilmədilər. Çünki ondan bir il əvvəl dağıtmışlar. İndi bu ili normal şəkildə Avropa yerində bağlamaq lazımdır onlara ki, pul gəlsin. Çempion qasının birincisi ilə İngiltərənin 7-ci eyni qədər pul alırlar. Biraz sən dediyində belə bir məntiq var ki, bəlkə Newcastle-ın özünə də Çempionlar Liqasından tez tərk eləmək daha faydalı ola bilər ki, liqaya köklənib növbəti il Çempionlar Liqasını təmin etsin. Çünki İngiltərədə bir də ilk 4 yarışıdır, qızğın gedir axı. Orada keçən ilki Aston Villa da ola bilər belə baxanda. Çünki Aston Villa da gələcək çempion olub. Newcastle-da kifayət qədər ciddi bir performans göstərib. Və sırf oyuna baxsaq, dünənki Newcastle-la PSG-nə sırf oyuna indi biz baxsaq, nəticə yox. Mən istərdim ki, oyuna görə yəni daha məqsədə uyğun olardı ki, PSG düşsün Qarabağa. Çünki Newcastle Çemboli səfərdə çox gözəl oynayırdı. Və indi də biz gördük ki, Xviçə zədələndi. Yəni futbol aspektlərini deyirəm mən burada. İndi görsənən odur ki, Newcastle daha ciddi görsənir bu dəqiqə. Çünki artıq öz oyunlarını tapıblar. Yaxşıdır hər şey. Zədə zat azdır. Hamı oynayır, hər şey yerindədir. Ciddi rəqibdir. PSG-də elə bir ki, biraz nəsə yeni şeylər axtarır. PSG-də belə bir məsələ, mən də İngilis bayrağı kimlədirsə ona tərəf yaxınlaşıram. PSG-də də belə bir məsələ var ki, PSG onsuz keçənki PSG deyil. Luis Enrique mövsüm sonunda gedəcək. Adamın zaten bir şeyi də motivasiyası da yoxdur ki, mən PSG onsuz hər şey elədi də keçənlərim. Bəlkə də biraz orada türklər bir qəflətə düşsə, qəhvə elədim, qaldım. Biraz orada PSG qəflətə düşsə, bəlkə amma Qarabağ almalıdır. Deyir ki, güya almalıyıq biz. Yəni bir 2-3 dənə yaxşı transfer eləsə, yaxşı transfer. Yəni sənə deyim ki, ortabab Avropa oyunçularını götürsələr, Duran Portugal 2-ci liqası belə tipli yox. Normal bir oyuncu, malını kimdir verən? Bir normal yaxşı bir Almaniya çempionatının oyunçu məsələn. Hücumada, müdafiədə, yarım müdafiədə. Onda biraz qəşəng Nkunku var. Bir dənə o Ziya nəsə deyirdi, onun sözünü şonka var elə bir. Ziyanın sözünü kəsdim. Ziya bir dənə fikri tamamla, sonra mən transferlə bağlı sual verəcəm sizə. İndi bizlə düşsələr
Qarabağın oyuna gələcək Aston Villa səfərindən. Newcastle. Newcastle, hə. O da çətin səfər. Cavabı oyun isə City səfərindən qayıdacaqlar. Burada bu nə? Yəni biraz belə maraqlı Transferdən bağlı belə bir sualım var. Bariz şəkildə Qarabağ bizim canımız, ciyərimiz də öz yerində. Bu iki komandanın biri də gəlsə bizim növbəti tur şansımız çox cüzidir. Sən bu cüzi ehtimalın üstünə 3 dənə olsun, 2 dənə olsun böyük pul xərcləyib transfer eləmək əvəzinə onsuz da sən o transferlərdə eləsən turu keçməyəcəksən. O pulu birincisi saxlaya bilərsən yayda. Çünki qış transfer pəncərəsi ilə yay transfer pəncərəsində də fərq var da. Yayda piyasa daha genişdir, daha yaxşı alternativlərin var. Bunu ora saxlamaq mənə daha məntiqli gəlir. Çim qışda biraz tələm-tələsiyə düşüb hurra eləyib 3 dənə transfer eləyib üstünə çünki sən bu rəqibləri keçmək üçün transfer eləsən daha böyük transfer eləməlisən. Bu da sən istər-istəməz əlavə bir maliyyə yükü də daha gətirəcək. O baxımdan məntiqli hesab eləmirəm. Bütün komandalara yaxın yanaşdılar onsuz da. Ona görə də yanvar transferin büdcəsi indi düzdür orada ay da qısadır, amma yəni müddət də qısadır. Yanvar transferi daha az olur. Yəni pul baxımından plus dünya çempionatından sonra bu qiymətlər də artır, bazarda da indi bazar dəyəri artır. Hə, Qarabağ heç vaxt pul xərcləyir. Məsələdir. İndi okey, mən bir dənə belə sual verim. Kim hansı mövqeləri siz görürsünüz? Gücləndirmək lazımdır. 9 nömrəni keçdik. 1-9 nömrə. Bizə müdafiə lazımdır. Orta 100% ortaya lazımdır. Bir dənə də rotasiya olsun da. Yəni Bəhlulla Medinadır bu dəqiqə. Bəhlu Medinası olsa. Bir dənə sual verim. Tutaq ki, müdafiəçi transfer elədi. Sən Qurbanovsan. O yeni gələn transfer olunan müdafiəçi heyətdə yer açmaq üçün Bəhlu Mustafazadəni ilk 11-dən kəsərsən yoxsa Medina? Mən sözün düzü, baxır rəqibə uyğun mən seçərdim bunu. Baxırdım rəqibə. Məsələn, məndə Newcastle-la oynasaydım, mən Bəhlu saxlayardım, Medinanı çıxardardım. Amma mən PSG-ilə oynasaydım, daha texnikalar oyuna mən üstünlük versəydim, mən əksinə Bəhlu çıxardardım, Medinanı saxlayardım. Buradan idi. Çünki zaten sən rəqibə uyğun seçməlisən də onu. Orası elədi, amma bayaq dediyim sözə qayıdıram. Hücumçularına oyun stilinə də uyğun. Bayaq dediyim sözə qayıdıram. Adi Liverpool oyunu olsun, nə Benfica oyunu olsun. Bu mövsüm biz Qurbanov bütün oyunlarda gördük ki, adam uduzsa da eyni futbol oynayır. Qurbanovun oyununda paslaşaraq arxadan gerdən çıxıb hücum qurmaq üzərindədir. Mən o məntiqlə fikirləşirəm ki, biraz pas kalitəsi türklər demişkən yaxşı olan bir mərkəz müdafiəçisi alıb Bəhlulu əsas 11-dən çıxardıb Medina ilə yeni bir tandem. Zubirin yerinə və yaxud da Zubir məni çox əsəbləşdirdi sözü. Zubir, yəni onun sürəti yoxdur. Tembul Liverpool ilə səfərdə Zubir yenə start heyətdədir. Zubir, yəni artıq bu adamın 89 təvəllüdlü adam. Deyəsən. 37 yaş oynayır. 89 təvəllüdlü. Bir dənə baxın. 91 təvəllüdlü. Dekabrda olacaq 35. Yəni ən yaxşı vaxtlarında bəlkə bu qədər oynamırdı. Yəni adam qocalıb da da. Yəni görsən Azərbaycan çempionatında da o qədər. Benziyə harda səncə? Benziyə gördüm də Ərəbistandan zədə arası o tərəflərə. Yəni benziyə işlər getdi. Bu yazıq efsane reis vəzində. Yəni demək istəyirəm ki, bizə playmaker lazımdır. Kadzi indi bilinmir, qayıdacaq o vaxtda yoxsa yox. Amma playmaker, həm də Kadzini çıxartdılar şeydən də. Çünki Montiel sağ. Montiel pis deyil, yaxşı deyil. Mən Montieldən çox bəyənirəm. Amma bu zəfqəni dəyişə bilmirlər ki, indi. Çünki elə bilər, amma Montieli çıxarmayacaq. Kimi başqasını çıxarır. Bu misal üçün adi Liverpool oyunundakı gördüyümüz Montiel də məncə Çempionlar Liqasının əvvəlki oyunlarında da bizim heyətdə olsaydı bu forması ilə məğlub ən azından misal üçün Benfica oyununda bəlkə ssenari başqa cür ola bilər. Çünki həqiqətən topa rəftarı, topla hərəkəti, pas vizyonu çox başqadır. Hətta orada oyun əsasında biz indi çox nadir də olsa hücuma çıxanda Montiel elə paslar verirdi ki, fikirləşib da kreativ. Heyətin digər hücum fazasındakı üzvləri onun kimi düşünə bilmirdi deyə o topları da qəbul eləməkdə sıxıntı çəkirdi. Onun üçün Montiel yəni oynasa, formada olsa, mən yeni bir playmakerə ehtiyac olduğunu düşünmürəm sözün açığı. Mən düşünürəm ki, bizə lazımdır bir mərkəz müdafiəçisi, ayağı yaxşı pas oynaya bilən. Bikalyo yaxşıdır, Bikalyo əladır, bombadır, amma Yankovicin yanına biraz onun fiziki yükünü azalda bilən daha yaxşı bir yarım müdafiəçi almalıyıq. Bir dənə də 9 nömrə. Yankovic məncə gələcək. Ya məncə yayda gedəcək indi. Bir Makedoniya liqası satıyorsun. Yox, normal gəzəcək, normal gəzəcək. Xorvatiya. Normal lap belə pis günə liqa yox. Təzədən Torino. Ya Ərəbistan gəzəcək, ya da Yunanistan zad onu istəyir. Torino yaxınlarına gəlmək. Yəni bir dənə yüngül quiz eləyək. İndiyə kimi Çempionlar Liqası performanslarına görə ilk 5 ən yaxşı Qarabağ futbolçusu kimdir?
bütün oyunları nəzərə alaq. Birinci yerə Kohalski, o heyət. bir də Kohalski. Bir olmasa da amma üçlükdə olar məncə. Aha, yaxşı 1-3 eləməyək də 5 dənə açaq. Kohalski Kohalski, var. Sonra Duran, Camilo Duran, o 100%. sonra Yankovic, Yankovic. Yankovic də var. Mateo Silva, Elvin Cəfərqulu. Mateo Silva. Elvin Cəfərqulu 100%. o da 100%, bir də Mateo Silva. Məncə bu 5 nəfər başqa. Olar. Misal üçün dünən Medina özü birinci hissədə çox yaxşı oynadı, çox fədakarlıq eləyir təqribəən. Düz ikinci hissədə bilmirəm, o biraz Nastroyeniyası düşdü. İkinci hissədə bir yüngül buraxdı, özünün ağzına gələn eləyirdi arxa tərəfdə. Amma birinci hissədə, hətta belə deyim, Medina o birinci hissədəki performansına görə yaşı biraz aşağı olsaydı, o yaxşı transfer qiyməti qalxıb Avropada normal yerlərə, transferlərə gedə bilərdi. Mənim belə bir sualım var, biraz nostalji eləyəcəm. Deməli, bizim Futbol podkastının 50-ci buraxılışı idi burada. Oyo. Səkinə falan burada bir yığışmışdıq. Orada belə bir söhbət olmuşdu. Azərbaycan futbolunun ən böyük adı Qurban Qurbanov və Tofiq Bəhramov arasında. Orada Alik demişdi ki, yox, Tofiq Bəhramov daha böyük addır. Sənə sualım belədir. Hələ də eyni fikirdəsən. Səncə Tofiq Bəhramov Azərbaycan yarım keçib, yəni mən belə riski fikir dəyişirəm. Yarım elə fikir dəyişən adam deyil. Yəni qaqaş. Niyə səncə Tofiq Bəhramov daha böyükdür Azərbaycan futbolu üçün Qurban Qurbanovdan? Hələ ki fikirləşir bəlkə də. Sən fikirsən Aliklə? Hə. Tofiq Bəhramov, yəni belə deyim də, 100 il keçsin, 100 il keçsin. Mən dünya futbolunu deyirəm də. Səncə indi özün fikirlərsən, məsələn, Almaniyada yaşayansan. Almaniya yoxdur, Almaniya yaxşı bilir Tofiq Bəhramov fərqli ölkədir. Avropa deyə hansı ölkə. Yəni 100 ildən sonra soruşsan, futbolla ilgilənən, maraqlanan bir insan, yəni naxadu deyəcək ki, yəni bu Tofiq Bəhramov kimdir, nəçidir, yeganə futbol hakiminin adını daşıyan bir stadion var, o öz yerində. Amma 100 ildən sonra məsələn Avropalılar Qarabağın bu uğurunu yada sala biləcəklərmi, yoxsa yox, o başqa. Azərbaycan üçün dahi bir şəxsiyyətdir Qurban Qurbanov. Heç nə demirəm. Amma məncə hələ ki Tofiq Bəhramov, yəni biz əgər dünya futbolu üçün deyirik ki, Azərbaycan belə də ağla gələn kimdirsə, məncə hələ də Tofiq Bəhramovdur. Burada biraz razı. Reklam kimi deyim də. Hə, razı deyiləm, amma nə baxımdan razı deyiləm? Sən biraz yanaşman mənə doğru gəlmir. Sən reklam baxımından soruşsan, mənim sualım konkret olaraq belədir. Azərbaycan futbolunun ən böyük şəxsi. Mən nəyə görə Qurban Qurbanov deyirəm? Bax, Qurban Qurbanov artıq 20 ilə yaxındır Qarabağdadır. Qurban Qurbanovun taktik və məşqçilik tərəfini bir tərəfə qoyuram. Bir menecer kimi Qarabağda gördüyü iş və il keçdikcə, il aşırı, mövsüm aşırı, step by step Avropada olsun, indi Azərbaycan çempionatını qoyuram da bu bir tərəfə. Avropada gördüyü iş, o açdığı cığır, burada təbii ki, onun ardı ilə gələn Azərbaycan futbolunu idarə etmə sisteminin də performansını biz dəyərləndirməliyik ki, nə dərəcədə ağıllı davranıb Qurban Qurbanovun açdığı cığırla gedəcəklər. Amma ən azından Qurban Qurbanov bizim futbolumuz üçün bir irs qoydu da. Hə, Tofiq baxımdan fərqli şeylərdir. Tofiq, sən biz futbolu nəyə nəzərdə tuturuq? Biz futbolu nəzərdə tuturuq ki, oyunçular və məşqçilər və klub sistemi, yoxsa ümumiyyətlə futbol. Tofiq Bəhramov yəni burada tamam ayrı, yəni yox. Başa düşürəm. Zığır aça bilməz də onu. Çünki o burada öz işində, yəni o Azərbaycanlı olaraq dünya çempionatı finalında hakim idi. İndi bu dəqiqə hansı Azərbaycanda hakim buna heç olmasa yaxındır. Yox, dünya çempionatında gedib vəbşə. Dünya çempionatına getmə. Sonra şeydə adı nədir? Klublar arası dünya çempionatı deyəndə Meşkontinental kubokudur. O vaxt orada finalın hakimi idi. Yəni bu adam şəxsiyyətdir də, yəni bu Azərbaycan özü Sovet yəni SSR-dən nə qədər orada millətlər var, ruslar və Ukrayna vardı, amma Azərbaycan hakimi idi orada. Yəni o böyük bir şeydir. Yəni indiki sən bir 60 ildən sonra buna baxırsan, başa düşürsən ki, Tofiq Bəhramov doğrudan böyük şəxsiyyətdir. Yəni indikilər okey, gözlərini açıb Qurban Qurbanov görüb, o da düzdür. Çünki Qurban Qurbanov böyük bir iş görüb. Amma Tofiq Bəhramov da futbolçu olsaydı belə nailiyyət qazansaydı, o vəbşə tamam fərqlidir. Sadəcə Qurban Qurbanov bir fərqli, futbolun bir fərqli qolundadır. Tofiq Bəhramov futbolun fərqli bir qolundadır. Amma dünya üzrə biz götürsək, ad olaraq kim daha məşhurdur? Tofiq Bəhramov. Yox, yenə deyirəm, bax sən məşhurluq üstündən gəlirsən. Mən deyirəm ki, Azərbaycan futbolu üçün daha böyük addır. Mən o da başa o fikrini mən başa düşdüm. Başa düşdüm. Yəni mən o baxımdan Qurban Qurbanov deyirəm. Bir də məsəl üçün dünya çempionatının klub segmentində qarşılığında da Çempionlar Liqasıdır. Qurban Qurbanov bu mövsüm nə edir Qarabağda? 36 komanda içərisində total heyətin dəyərində bir dənə Qayratdan yuxarıdır. Qarabağ. Qayratın Pafosdan da deyəsən yuxarı. Pafosdan deyil məncə. Məncə Pafosdan yuxarı. Qoy bir dənə onun bax Pafosda David Luiz zadı aldı. Bəlkə də olsun 2 klubdan. O heyətlə qaldı ilk 22-də.
3 dənə qələbə qazandı. Növbəti mərhələyə Kakoyta keçdi. Napolidən yuxarıda qısa. Hə, Kakoyta Napolidən yuxarıda qurtardı. Yəni mən yenə bunu uzun müddətli perspektivdə bir irs kimi baxıram ki, yəni bu Qurbanov elədiyi işin bir əmsalı yoxdur şeydə. Onun üçün deyirəm ki, mən daha böyük bir uğurdu və daha vacib bir şəxsiyyətdir Amma Azərbaycan yəni bir futbolu dənə üçün. də bir şeyə qatılım ki, biz ilin əvvəlində gözləmirdik də. Bu Püşkatlandan sonraki ya bizim neçəsə bu 10 xal yığma şansımız ola bilər. İlin əvvəlində püşkatma olanda biz hamı fikirləşirdi. Hamı fikirləşirdi ki, yaxşı olacaq, nəsə eləmək olardı. 100% əmin edirəm. Və bilirdik, məsələn, Kopenhagen hamı 3 xal yazırdı. Bəli, Kopenhagen 3 xal. Ajax-a yazmışdıq 3 xal, Kopenhagen. Yəni onsuz da fərqli şeylərdən çıxırdıq da bu şeyə, belə deyim də. Amma yəni okey, biz deyə Azərbaycan futbolunun qatqıları nədir də? Yəni məsələn sənə sual verirəm. Azərbaycan futbolu üçün Qarabağın uğuru və Qurbanovun uğuru nə qatqı verib? Və biz bundan sonra nə gözləyirik Azərbaycan futbolunda baş versin? Belə deyim. Etapları keçmir. Qarabağ qaldı ilk 24-də. Yəqin ki, hər ikiniz də mənlə həmfikirsiniz ki, bu Azərbaycan futbolunun ən böyük uğurudur. Ən böyük uğurudur. Ən böyük uğurudur. Amma Azərbaycan tarixi üçün ən böyük uğur nə olardı mənə elə gəlir ki? Qarabağın geri alınması. Yox, futbol baxımından deyirəm. Azərbaycan futbol tarixi üçün ən böyük uğur nə olardı? Bu Qurbanovun performansından, açdığı cığırdan, bizim ilk 24-də qalmağımızdan belə daha böyük uğur o olardı ki, Qurbanovun ardıca o cığırla gələn yeni futbol adamları olsun. O cığırı biraz da irəli aparsın. Hətta Qurbanov kimi o cığırla getməyib də özü yeni bir irs və cığır açsın. Bu Azərbaycan futbolunun ən böyük uğuru olar. Burada belə bir sual işarəsi çıxır ki, Azərbaycan futbolunu idarə eləyən şəxslər arasında belə bir vizyon varmı ki, bunu eləsin? Bu başqa bir sual mövzusudur. Qurbanov nəyə görə Azərbaycan futbolunun ən böyük ən uğurlu şəxsidir? Qurbanov bir irs yaratdı. İndi Sadəcə Liverpool oyunundan əvvəl Türk mətbuatında da, İngilis mətbuatında da Azərbaycanlı Sir Alex Ferguson deyirdi. Yadındadır bizim podkastların birində mən demişdim, Sir Alex Ferguson Manchester United-ə bir kimlik qazandırdı. Bəli, amma Qarabağ futbol klubunun bu dəqiqə kimliyi Qurbanovdur. Amma görürsən, amma Tofiq Bəhramov Azərbaycanlı Tofiq Bəhramovdur. Heç kimdən onu müqayisə eləmirlər. O da yəni Temboli ingilisləri adından yəni bunu səsləndirəndə bunlar. Yəni Aparmışlar bir dəfə oğullar. oğlunu gətirmiş. Yəni Tofiq Bəhramov atdı. Yəni bu yəni var da, yəni Bax, Tofiq Bəhramova böyük hörmətlər. Sadəcə futbolçu deyil. Futbolçu deyil. Yəni bu möhtəşəm PR-dır, razıyam. Amma uzun müddətli perspektivə baxanda mənim üçün istər futbolda olsun. Onun tərəfinə deyim, o deyir ki, uşaqlar Tofiq Bəhramova baxıb heç nə ilham almayacaqlar. Düşünürəm. Yəni məsələn 100 ildən sonra futbol klubları da 60 neçə il keçib Tofiq Bəhramov hamı bilir. 60 il. Rovun 60 il olacaq. Yəni 60 il keçdi, Tofiq Bəhramov hələ də yaddaşlardadır və tanıyırlar da bunu. Mən yenə deyirəm, istərdim ki, Qurbanov qalsın yaddaşlarda bir 60-70 ildən sonra. Bir 60-70 ildən sonra. Və indi 50-ci illərdə məsələn Real udanda, Realın trenerini tanıyırsansa, tanıyırsan? Yəni nə qədər liqa çempionu futbolu? Kalan. 3-4 dəfə dablı oldu. De Stefano'nu da tanıyırıq amma, Məşqini tanımırıq. Niyə? Bədbəxt o eləyib də, faktiki də. Tanımırıq. Santiago Bernabéu amma tanıyırıq çünki prezidenti və stadion adını onun adını daşıyır. Qurbanov 60 ildən sonra adına stadion olsa. Yox, adına stadion olacaq yaxın çox güman ki. Yəni demək istəyirəm ki, məşqçi olaraq mən Azərbaycanda onsuz da onu tanıyacağam hamı da. Mən dünya futbolu, Avropa futbolunda yaddaşlarda qalacaq. Əlbəttə. O vaxt göstərib baxacağıq ona. Deməli, yadındadsa Antonio Conte'dan danışa bilərik biraz. o keçəcəm. Bir dənə Galatasaray haqqında danışmaq istəyirəm, amma sırf oyun bazlı yox. Oyunun özündə yəqin ki, heç birimiz baxmamışıq. Qollara baxmışam. Qollara baxmışıq. O da heyət fərqidir. Deməli Ahmet Çakar biz bir iki dəfə onun haqqında danışmışıq. Görmüşdüm mən. Qəşəng bir yox, maraqlı bir şey yanaşma eləmişdi. Deməli, Haaland Manchester City-yə transfer olunub 60 milyon avroya. Osimhen Galatasaray'a transfer olunub 75 milyon avroya. Donnarumma Manchester City-yə transfer olub 30 milyon avroya. Uğurcan Çakır Galatasaray'a transfer olub 27.5 milyon avroya. Galatasarayın total büdcəsi, total heyəti bu dəqiqə 324.34 milyon avrodur. Qarabağın büdcəsi 28.65 milyon avrodur. Kim daha uğurludur? Kim daha uğurludur? Biz yəni nailiyyət barəsində deyirik. Hə. Bu il. Bu il də yəni bu performans üzərinə. Bu əlbəttə ki, Qarabağdır da. Əlbəttə. Yəni burada amma biz götürsə illərlə göstərdiyi performans aydın məsələdir ki, Galatasaray hər il Çempionlar Liqasındadır. Jose Mourinho demişkən that's football heritage.
It's investment. Fernandinho. Yəni demək istəyirəm ki, Qalatasaray hər il oynayırdı bu Çempionlar Liqasında. Yaxşı, pis fərq eləmir, amma oynayır. Mən istədim ki, Qarabağ da hər il oynasın. Hər il oynasın. Biz deyək ki, ayda bu il alınmadı da, 10 xal yox, 12 xal yığmalıydıq. Nə bilim, belə bir danışaq. Qalatasarayda bu var. Həmin Qalatasaray gəlib Liverpoolu udub öz meydanında məsələn. Bəli. Necə o? Biz indi getdik məsələn, biz Eintracht tutduq. Onlar da getdi 5-1 oldu. Yəni futboldur da, yəni futbolda pul aydın məsələ ki, oynamır. Amma Qalatasaray belə klubdur ki, illərlə ulduzlar gəlir ora. Baxın, əgər onu danışırsa ki, burada mən bir dənə Bodo Glimtdə vurulamaq istəyirəm. Adamlar 5 turdan sonra 32-ci yerdə idilər, 31-ci yerdə idilər. Və növbəti oyunları Dortmund səfəri, City, Atletico səfəri idi. Buradan adamlar bacarıb qrupdan çıxa bildilər. Böyük bir nəticə. Bodo Glimt yaşayış yoxdur orada. 55 min adam yaşayır. Yaşayır da. Bir də legionerlər var, o da Rusdur. Rusiyada tanımırlar onu. O şeydə qapısı. Tanımırlar, Xayken. Tanımırlar. O da 50 ildir orada yəni. 50 il sanksiyaya görə Rusiyaya gəlmir, karyerası açılıb. Yaxşı ki. Yəni demək istəyirəm ki, bu necə sənə deyim? Bu Qalatasarayda ulduzlar nəyə görə? Tək Qalatasaray yox, Fenerbahçe olsun, Beşiktaş olsun. Ulduzlar gəlir çünki orada birincisi fanatik futbol, azarkeş. Orada Kayserispor, Beşiktaş, nə bilim belə oyunlarda Kasımpaşa, nə bilim hansı непонятно, Karagümrük nəzərdə oynayır. Qırğın var. Qırğın gedir, cəmaət gəlir. Hər şey maraq var. Daima mətbuat danışır, o danışır, bu danışır. Lig TV zaten. Plus axşamda baba diskoteka. Yaxşı bir oyunçunu gətirdi. Icardi məsələn gəldi Qarabağa. Bu dəqiqə 6 milyon avroda deyirlər piyasa. Olsun da gəldi. Gətirdin sən onu bura. Gəlib çıxacaq, İmişli ilə oynayacaq. Quba stadionda 4 nəfər adam var. Quba şəhər stadionunda. Yoxsa gələcək Zirəyə. Zirənin stadionu stadiondur vəbşə. Kimsə deyirdi ki, getmiş Zirənin stadionu Remarket oxşayır elə. Yəni burada birinci növbədə biz futbol ətrafı şeyləri infrastruktur düzəltmək lazımdır, bəli. İnfrastruktur düzəldəndən sonra sənin azarkeşlərin gəlməlidir. Yəni bu insanlar gəlməlidir. Bu bilet almalıdır, gəlməlidir. Yəni bir sənəcə bu culture-dır da, yəni. Bu olmalıdır. Sən bunu qaldırmalısan. Yəni bizim çempionatda məsələn Qarabağ bu dəqiqə 4 xal sabahdan geridədir. Bir dənə sual verim, çox üzr istəyirəm. Məsəl üçün Azərbaycan çempionatı üçün bir ulduzda Abubakar transferləri Neftçi və yəni bunun bir impakti var azarkeşin gəliş baxımından. Neftçi onsuz da digər Azərbaycan klublarından fərqli olaraq 2000, 2500, 3000 hər oyuna cəmaət gəlir. Yəni bu sırf Neftçinin köhnə azarkeşləri, Neftçini başa düşən, Neftçini bilən, yəni gözünü açan Neftçini görən əsl azarkeşlər. Bəli, əsl azarkeşlər yəni gəlirlər həmişə. Neftçi həmişə onsuz da azarkeş baxımından nömrə 1-dir Azərbaycanda. Çünki Neftçinin adı sanı var da. Qarabağ o boyda uğurlardan sonra Suraxanada öz stadionunu yəni yığa bilmir cəmaəti. Yəni bu nə dərəcədə düzgündür? Yəni biz deyirik ki, futbol sevirik bir ölkə olaraq da. Niyə getmir stadionlara? Bax, indi gəl suala bir dənə belə verək də. Stadiona xarici liqalarda o azarkeşlər niyə görə gedirlər? Hansı səbəblər bilirsən? Sən niyə görə gedirlər stadiona? Məsələn, Nakbreda ilə Sparta Rotterdam oynayır da, stadion dolu olur. Niyə görə olur o? Çünki onlar öz şəhərlərinin uzun illərdir liqada oynayan komandasını dəstəkləyirlər. Orada oynayanlar onların dostudur, qardaşıdır, əmisi oğludur. Orada bir maraq var. Başa düşürsən. Sən biraz Ajaxa niyə gedir cəmaət yaxşı? Ajax bax dediyin Neftçi məsələsi. Biz Neftçi, hə də yaxşı. Okay, Qarabağ. O biriləri deyirəm mən. Okay, Qarabağ deyək də. Qarabağ o boyda uğurları var da. Gəl Avropaya gəlir. Avropa oyunlarında tıklım dolu olur. Mən elə fikirləşirəm ki, Qarabağın stadionu Ağdamda olsa, Qarabağın indi təzə işğaldan azad olub, orada bir köç olub yaşayış olsa, Qarabağın bütün oyunu adamda olar. Mən uşaq vaxtı, mən Xəzər Lənkəran bəzi oyunlarında olmuşam. Yəni Cənub bölgəsində Masaldan da, Lənkərandan da, Astaradan da avtobuslar olurdu, hansı ki o adamlar otururlar, gəlirlər Xəzər Lənkəran stadionuna oyunlara baxmağa. Bu bölgəsəl bir şey. Bölgəyə gəlirlər. Məsələn, Qarabağ Zirə. Suraxanında nə qədər Qarabağlı yaşayırıq getsin. Tofiq Bəhramov stadionunda oyun gedir, Eintrachtla stadion doludur. Bu kimdir? O Azərbaycan futboluna bayt eləyənlərdir. Ora Qarabağın azarkeşdə 30 mindən Newjeli 1-10% gələ bilmir. 3000 eləyir. Gələ bilmir də deməli ki. Yəni o problem 30 minin yəqin ki gələ bilmir. Sabah illərlə Masazırda fəaliyyət göstərir də. Yəni stadion düzəldib, yəni qəşəng iş görür. Sabahın nə qədər tarixi var ki, bir deyən qoy düzəldə yavaş gələcək. Birazdan o da olacaq. Dediyin olacaq birazdan. Yəni tədricən oldu. Aydın məsələ. Zirə həmçinin. Yəni Zirə qəsəbəsi bir 1500 nəfərlik stadiondur.
Zirədə 1500 adam yaşayır bir dəqiqə. Niyə yaşamasın? Bilmirəm Məncə soruşuram. yaşayır. Ha, yaxşı, 1000 nəfər gəlsin. Ha, Sumqayıt kimi şəhər. Sumqayıt şəhərini təmsil edən bir klubdur. Niyə dolu deyil? Zor da stadiondur, təzə stadiondur. Bir dənə sual verim. Gəlirdə Burada rəqabət faktoru rol oynaya bilər. Nə baxımdan soruşuram? Ziya demişkən, Eintracht oyununa ya da Napoli oyununa gələn azarkeş bu Qarabağın simasında Azərbaycan futboluna dəstək verən azarkeş qrupudur. O azarkeş bilir ki, Azərbaycan Misli Premyer Liqasında Qarabağ bu dəqiqə ikinci yerdədir. Son turda uduzub, növbəti tur çətin rəqib var. Amma Qarabağ bir şəkildə orada çempion olacaq və o liqada rəqabət yoxdur. Bəlkə o rəqabətə balet eləmirdi, rəqabəti görmür deyə Rəqabət İzləmir. Almaniya liqasında yox. Yox, 4 xala arxada da Qarabağ bu il. Bilirəm də, hə. Maraqlıdır, çempionat maraqlıdır da. Yəni demək istəyirəm ki, Sabah da öz görüşlərində də Sabah onları utdu. Yəni maraqlıdır çempionat. Yəni burada nə istəyir? Bir dənə komanda axır ki, çıxdı ki, hansı Qarabağa bir rəqibidir. Yəni maraqlıdır da. İndi mətbuat bu tərəfdən, bu Yavaş-yavaş olmalıdır. Bax bunun mətbuat olmalıdır. Bizdə plus. Bizdə 15 ildir demək. 15 yox, 12-ci ildən bizdə 14-cü ildir. 2002-ci, 12-ci ildən bizdə ilk Avropaya çıxan komanda idi, Neftçi idi də, yəni Avropa liqasında. O vaxtdan bizdə futbol bumu olmalı idi. Olmalı idi. Olmalı. Ondan sonra hər il Qəbələ çıxıb, Qarabağ çıxıb, illərlə çıxıb da. Yəni mən dəyişən bir şey yoxdur ya. Nə yığma olaraq biz yerindəyik, nə bilim futbolda bir ciddi bir irəliləyiş yox idi. Sıçrayış deyim ona. Yəni yoxdur. Yəni Qarabağ indi bu dəqiqə çıx, yerimizdə futbol yoxdur. Yerimizdə sayırıq. Bəli. Yəni həmən Sabah okey, illərlə indi bu dəqiqə oynayır. 2 il bunlar cavabını verə bilərəm. 2 il bundan qabaq Avropaçı St. Patrick's uduzur, İrlandiya komandası öz meydanında hətta. Keçən Levski Sofiya uduzur. Orta-Doğu Avropa komandalarında yəni rəqabət yoxdur. Yəni mən bilmirəm, okey, rəqabət olmasın, amma azarkeşlər gələndən sonra biz indi deyirik, bizim çempionatımız necə qalxsın səviyyəsi onun. Yaxşı bir oyunçular biz bura gətirməliyik. İnfrastruktur indi bu dəqiqə bəzi məsələn Turan Tovuz yaxşı bir meydança tikib, öz təlim məşq toplanışı da eləyirlər. Stadionları da yaxşı remont olunub. Karvan Yevlaxda müəyyən bir işlər aparıb. Sabahın öz stadionu, Neftçidə heç də öz bazası da var. Qarabağda da həmin söhbətdir. Yəni Zirədə istər-istəməz nəsə eləyirlər, işlər görürlər. Yəni bu klublar hamısı ərəsi nəsə bir özünə, yəni meydançaların səviyyəsi yaxşıdır bizdə. Yəni çox bir futbolçu bura gəlir. Yəni Azərbaycan dilində icra veriyor ki, məsələn Qəbələ. Qəbələdə super bir şərait var da. Yəni orada hər bir şey var. Hər bir yəni xaricdən bəlkə də komandalar gələ bilər. Məsələn təlim məşq. Hətta Ərəbistandan zətdən gəlirdi bu ya. Yəni Qəbələ yaxşı pullar qazanır çünki cəmaət gəlir orada. Yəni təlim məşq toplanışı və Qəbələ oynayır orada özləri onlardan. Yəni bizə nə lazımdır? Bir azarkeş kütləsi hansı gəlsin ki biz gəlib belə yaxşı bir ortabab Avropa oyunçuları ki bizə baxsınlar tramplin kimi Avropaya. Bilirlər ki Qarabağ kimi bir komanda Azərbaycan çempionatında var. Amma mən gəlim özümü burada göstərim. Qarabağda gəlirəm ya da Qarabağla o bir liqada oynayan bir komandaya gedim. Mənə Qarabağ görsün sonra mən Çempion Liqasında da gedim. Sonra daha gedim. Montiel var, Montiel deyir. O haradan gəlir? Primeradan gəlir. Rayo Vallecano. Çempion Liqası görüb o. Ada Deportivo La Coruña'da, nə bilim, Hetafe oynayıb. Burada görüb bunu. Camilo Duran özü. Ada Camilo Duran, yəni İspan futbolçusu Çempionlar Liqasını görməyib, gəlib burada görüb. Onun üçün də bu statusunda bu. Azarkeş məsələsi ilə bağlı dediyin narahatlıqları başa düşürəm, amma biraz indi bu narahatlıqlar üçün də narahat olmaq məncə biraz tezdir. Ziya da o Mario'nun referansını verdi. It is investment from the past. Biz bugün o investisiyanı edirik və mənə elə gəlir bu investisiyanın nəticəsini 20-30 il sonra görəcəyik. Məsəl üçün 5 yaşında, bəli, davam eləsək. 5 yaşında, 6 yaşında bu dəqiqə Qarabağın bu uğurlarını görən Azarkeş istər-istəməz qəlbən ona bağlanacaq və indi Allah eləməsin 20 il sonra Qarabağ bu statusdan aşağı düşsə, məsəl üçün hazırki Neftçi səviyyəsinə düşsə də yenə onu Azarkeş deyiləcək. Mən məsəl üçün Ferguson United Azarkeş olmuşam. İlk günündədir də ata da bilmirəm də, yenə Azarkeş deyirəm. Həmçinin sən Neftçi Azarkeş olmusan uğurlu dövründə. İndi sən hələ də Neftçi Azarkeş deyirsən. Bunun üçün məncə biraz tələsməmək lazımdır. Bu Ziya demişkən davamlı eləsək nəticə alacağıq bundan. Bir də bir sual. İndi biraz Qarabağdan keçək. Gecənin ən sensasional nəticəsi olan Real Madrid, Benfica. Samir kimi belə obyektiv olmadan sırf romantik üstünə Marinho sevgisi olan şəxslər, bir də təbii ki Real uduzub deyə Barcelona azarkeşləri belə special one söhbət deyirlər. Yəni mən oyunun uzun highlightına baxdım, özünə baxa bilmədim. Qutarın da ala bu Marinho sevdası. Xabi Alonso'nun Smiley-i. Stat sipariş bizdə 2 dənə gülmək. Doğru. Yəni hissi verəm seyni. bax
yəni Nikto bile. istəyir Special One-ın kubu kvadratı olsun. Jose Mourinho normal Real Madrid, Ancelotti Real Madridin bu hesabını uda bilməzdi. Yəni hazırki vəziyyətdə Benfica turu keçibsə, yəni udubsa 4-2, ən gülməsi odur ki, Real'la düşə bilərik. Yəni Real az zor olar sənə. Düşsə zor olar ha. bax Real Madrid öz səhvləri ucbatını uduzdu. Ay Real Madrid, Arbeloa kimdir birincisi sən baş məşqçisi olur. İkincisi Arda Güler yenə problem oldu. Gördünüz o kadrı, why always me deyə çıxdı şeydən. Söyüb eləyib, əl qol hərəkətlər eləyib, polyadan post çıxır. paylaştılar. Trubin 1 gol, Arda Güler 0. Hə. Yəni Məzlənlə uşağı. O bir dənə üzr istəyirəm. Bir dənə moment var ya 95-ci dəqiqədə 5 dəqiqə əlavə elədilər. Top Trubindədir. Rui Koçdan göstərdilər. Trubin də bir sənəcə gec başlaydı. İndi hakim oje verəcəkdi də fiti. Allah Rui Koçdan göstərdi, o da şeydə direktor da o da. Allah başladı. Portugal az qala söyürdü. Başladı da Allah belə. başladı vaxt yoxdur. Allah başladı ama. Bilmir ki o hələ bir ki bir udurlar 3-2. Bəlkə bilmirəm. Ama demeyeyim ya. Akşi. Top lazımdır. Vurmaq lazımdır. Sonra bir dənə Navas судья da o İtalyan sudyası idi də. Al bir dənə Residang dedi davay. Foul öz qırmızı da verdi. 9 nəfər dedi. Rodrigo davaya görə Hə, ikinci dokuz, sarını alıb Davay çıxdı. bir dənə şeylə get qabağa. Bir Mario dənə top dedi. gol. You go, Ha, you to stay. Yəni konkret burada sonra Yoru Koçdan göstərdi. Başladım ağzınız adı oxumaz. Aa bu qırğın idi sən. Çox belə dramatik doğrudan. Belə əyləncəli oyun oldu amma. Yəni əsl show entertainment idi amma Real Madrid tərəfinə qaysa bilmirəm razılaşarsınız ya yox. Antonio Conte də bazardı. Amma işte Arda Güler hal-hazırda yəni nə qədər qəribə səslənsə də Real Madridin yaxşı oyun oynamaq üçün tək çıxış yoludur. Bu Arda Güler böyük futbolçudur deyə demirəm. Realın düşdüyü vəziyyəti göstərmək üçün ki, yaratmaq istəyirsənsə, gol epizodları, çeşidli oyun oynamaq istəyirsən, Arda Gülerə biraz məcbursan və Arda Güleri bu komponentlərindən faydalana biləcəyin bir məşqçiyə ehtiyacın var. Sən ancaq belə toparlana bilərsən. Conte Samir yoxdur amma Conte Demək mən istəyirəm. bir maraqlı bir statistik oxudum. Deməli 11 il bundan 11 il ərzində ilk dəfədir ki, İtaliya çempionu, yəni çempion olan komanda Çempionlar Liqası növbəti mərhələdə çıxmayıb. Kesə bilmir. Son Özü eləyib. dəfə 11 bundan qabaq Juventus Galatasaray Onda da söhbəti. özü. Orada da məşqçi Conte idi. Yəni sadəcə məşq Qrupa bir dənə. Conte, Juventus, Real Madrid, Galatasaray, Kopenhagen. o qrupda Bu qaldı. oyun yoxun gəlib Kopenhagenin. amma orada Galatasarayda bir dənə pros moment var idi ki, Ya qar yağdı, oyun qaldı yarıda. yəni demək istəyirəm ki, Conte də sadəcə alınmır da. Necə ki İbra'da Çempionlar Liqası Conte qazana alınmır, bilməyib. Conte oynaya bilmir. Niyə? Conte çempionatlarda uzun marafona çox gözəl bir məşqçidir. Hamı da bunu bilir. Keçən də Samir nə deyir desin? Keçən Samirin İbrah çıxartdı da Napoli oldu da çempion. Başa düşə bilmirəm. Bunun bir dənə mən məntiqi açıqlamasını tapıram ki, adamın Çempionlar Liqası çox da vecinə deyil. Əsas Oynamaq Vecinə istəmir. əsas əsas marafon adamıdır da liqada uzun müddətli perspektivdə nəticə ala bilər bu. Daha çox, yəni o bir səncə bu dəqiqə İndi. yəni eləyə bilmir də bunu. O uzun müddətli yəni işləyə bilən. Zamana bir adam. ehtiyac var, biraz perspektivə Yəni, yaymaq biraz ehtiyacı var. var. da belə məşqçilər alınmır da. Məsələn İtaliya yığmasından Avropa kimi gözəl də oyun göstərirdilər, yaxşı da oynayırdılar, penallaşmada uduzdular. Güclü adamlar Belə, çağırmışlar. yəni belə yaxşı bir şeydə uzun müddətli Simon bir şeydə. Padoin, Stefano Sturaro. Zakirini zat. Yəni gic-gicə oyunçulardan nəticə verə bilər də. Özü çağırmış da mən çağırmışdım. Deməli, Amma olub. keçən il ilk 8-də bitirən komandaların cəmi 3-ü bu mövsüm ilk 8-də bitirə bilib. Bunlar Arsenal. Liverpool, Arsenal, bir də Barselonadır. Bavariya çıxmamışdı 8-də. Yox, 8-də yox idi. Barcelona, Bavariya City, keçənləri Barcelona, City, Bavariya, Paris oyandı. Bavariya keçən 12-ci yerdə Və bitirdi. orada Liverpool'la Arsenal, yox Arsenal yox biraz qabağa getdi. Liverpool sırası getdi 8-də birdən Hə. bastı bara. İnşallah bu il onlara gözləyir o. Hə, Paris'e, Uduzdular, Paris'e. ha, Paris'e. Paris döyürdü onları. Slotu necə gözləyirəm ki, 2 Belə, saat partlaş istərəsin onu. Düz hələ çox vaxta var. Sadəcə belə təqribən belə könlünüzdən keçən bir adı var ki, bu mövsüm götürəcək şeylərini. Bir klub var. Mən Barcelona fikirləşirəm. Festivallə futboldur. Özü istəyirəm yarım finalda Interdən düşsün. Yarım final biraz çoxdur Inter üçün gözlə. Keçən il də festival, Səkkizdə bax keçən il də festivallə oynayırdılar, amma mənə elə gəlir keçən il daha yaxşı futbol oynayırdı Barcelona nəinki bu il. Keçən daha yaxşıdır, amma məncə indi onlarda potensial görürəm ki, Jules Koundé Araujo ilə Barcelona çempion olsa, məncə burada no comments. məşqçilərində bir yerdə.
Nəsə başqa sözünüz, ürək sözləriniz yoxsa, Can sağlığı. bəli. Bir daha təbrik edirik Qarabağı, Təbriklər. bütün Qarabağ azarkeşlərini və Bəli. Azərbaycan xalqını. Belə çox AZTV kimi bir müraciət edirəm, amma təbrik etməyə lazımdır. İnşallah növbəti turda da uğurlar, rəqibin kim olmasından asılı olmayaraq Qarabağa da uğurlar arzu edirik. Mənə elə gəlir ki, maraqlı oyunlar göstərəcək Qələbə bizə. bizimdir. Bəli, inşallah. Öpürəm, bağrıma basıram. Hər birinizi gələn lojada görüşərik. Sağ olun.